Gələk avtomobil dünyasının o bitib tükənməyən davasına. Alman lüksü, yoxsa Yapon dözümlülüyü? Əvvəlcə keçək almanlara. BMW, Mercedes, Audi, Porsche. Bu maşınlar adamı özünü sürücü yox, sanki qırıcı təyyarə pilotu kimi hiss etdirir. Həm sürətin, həm də komfortun tək simvolu var. Amma bir məsələ var. Alman maşını sürmək hünər istəyir. Necə deyərlər, şir saxlayırsansa, yemini düşünməməlisən. Detalları bahadır, nazı çoxdur. Hətta deyirlər ki, Alman maşını, xüsusilə də BMW sürənlər toy edəndə ustalara ayrıca bir stol ayırmalıdırlar. Yaponlar isə tam fərqli dünyadır. Toyota, Honda, Lexus, Nissan. Onlarda fəlsəfə sadədir. Benzini tök, dünyanı dalan. Yapon maşını adamı usta üzünə həsrət qoyar. Onlar naz eləmir, sadəcə işini görür. Amma gəlin razılaşaq. Alman maşınından aldığın o xüsusi komfortu və idarə etmə həzzini də Yaponun sadəliyində tapmayacaqsan. Çoxu belə deyir. Əgər cavansansa, qanın qaynayırsa və ən əsası ustalara ayırmağa vaxtın və pulun varsa, Alman. Amma artıq yaşa dolmusansa, sakitçilik axtarırsansa və görəsən maşın harda xarab olar qorxusu olmadan gəzmək istəyirsənsə, ünvan Yaponiyadır. Bəs sən hazırda hansı mərhələdəsən? Şir bəsləyənlərdənsən, yoxsa dözümlülük axtaranlardan? Keç şərhlərə, tərəfini seç. Belə videoların davamı üçün bizi izləməyi və videonu bəyənməyi unutmayın.